Ermənistanın Azərbaycanın tarixi torpaqları üzərində qurulmasında Rusiya imperiyası böyük rol oynayıb. Məhz Moskvanın sayəsində bugün Qərbi Azərbaycan Ermənistan adlanan dövlətin tərkibində qalıb. Bu həftə qədim İrəvanın Ermənistana pay verilməsindən 108 il ötdü. Bu təslimiyyətin kökündə də məhz Rusiya dayanır. İrəvan kimi bir çox yaşayış yerlərimiz hazırda Ermənistan ərazisi hesab olunur. Onlardan daha biri Göyçədir. Onu bizdən sadəcə bir dağ ayırır. O dağın bu üzü Kəlbəcərdir. Kəlbəcər Qərbi Zəngəzurla Şərqi Zəngəzurun qovuşduğu yerdir. Ötən həftə sizə şəhərdən reportaj təqdim etmişdik. Bu dəfə yolumuz Kəlbəcərin Zar kəndinədir. Göyçə ilə sərhəd olan kəndə. Bu torpaqlar bir vaxtlar tank səsləri ilə titrəyirdi. İndi isə texnikaların səsi ilə dirçəlir. Burada yenidən qurma işləri gecə-gündüz davam edir. Füsunkar təbiətli, yeni görkəmli hazırlaşan Zar kəndinə gedək. Zirvəsi qarlı dağlar, o tayı Ermənistanın Ağdanış kəndi, yəni qədim Göyçə mahalıdır. Bu tay isə Kəlbəcərin Zar kəndi. Aradakı məsafə sadəcə 7 kilometrdir. Vaxtilə bu məğrur dağlar viranəliyə baxırdı. İndi isə zirvələr dağılan yox, yenidən qurulan Zarın mənzərəsinə şahidlik eləyir. Zar kəndi dəniz səviyyəsindən 2400 metr yüksəklikdə dumanlı dağların qucağında yerləşir. Burada hava Kəlbəcər şəhərinin mərkəzindəkindən daha sərtdir. Ancaq Zarda bir gündə 4 fəsli eyni anda yaşaya bilərsən. Zar kəndində sanki iki dünya var. Qarlı dağların zirvəsini ağ bulud örtüb, yaşıl dağları qara duman qucaqlayıb. Bu təzadın ortasında isə kənd yenidən qurulur. ...1993-cü ilə kimi Zar kəndində 200-ə yaxın ailə yaşayırdı. Onların bir qismi daimi sakini idi, bir qismi isə yaylaqdan istifadə üçün bura gəlirdi. Kənd işğaldan azad edildikdən sonra ərazilər minalardan təmizlənib. İndi Zarda həyat sıfırdan daha möhkəm təməllərlə qurulur. Bura böyük qaydışın növbəti dayanacağı olacaq. İnşası sürətlə davam edən 547 evdə yeni ümidlər boyatacaq. Çox keçməyəcək ki, Zar kəndində də ailələr doğma süfrə başına əyləşib illərin xatirələrini bölüşəcəklər. Bu evlərin içərisində 131 ədədi 2 otaqlı evdir, 289 ədədi 3 otaqlı evdir, 92 ədədi 4 otaqlı ev kimi, 35 ədəd ev isə 5 otaqlı ev kimi layihələndirilib və biz də işə başlamışıq. Evlərin tikintisi ilə əlaqədar eyni zamanda layihədə gördüyünüz kimi sosial tikintilər də nəzərdə tutulubdur. İllərdir sükuta qərq olan Zarda texnikaların səs-küyü dağlardan əks-səda verir. Bir tərəfdə dam örtükləri vurulur, divarlar suvanır. Digər tərəfdə isə içməli su və kanalizasiya xəttləri çəkilir, geniş yaşıllıq zolaqları və parklar salınır. Gecə-gündüz aparılan tikinti işlərində həm Kəlbəcərin öz sakinləri, həm də digər bölgələrdən gələnlər çalışır. Torpaqlarımız işğaldan azad olunandan sonra gəldik. Bütün kənd xarabalığa çevrilmişdi. Düşmən vandalizminə məruz qalmışdı. Kənd tamamilə yox səviyyəsindəydi. Bəli, öz evimizdə gəldim, gördüm, tam evlər dağıdılmışdı. Uçuq divarlar qalmışdı. Tək bizim ev yox, bütün kətdəki evlər. Mən
5 il öncə Bakı şəhərində işləyirdim mühəndis olaraq. Eşitdim ki, Kəlbəcər torpaqlarımız alınıb. Mən ilk Kəlbəcərə gələn mühəndislərdən biri olmuşam. İlk dəfə gələndə Kəlbəcərdə hərbi qospitalın tikintisində iştirak eləmişəm. Sonra başqa əlavə tikintilərdə iştirak eləmişik. Kürdəmirdən gələn ustalar da qısa müddətdə zarı dirçətmək üçün işləyirlər. 6 aydır buradayam. Bura gəlməkdə qərarım alınan torpaqları həm gözəl şəkildə görmək, həm bərpa işlərində iştirak etmək, inşallah köçlər də baxıb sevinməkdir. Zar kəndinin bir addımlığında isə Kəlbəcərin viran qalmış digər kəndləri var. Sanki bu səs-küyün tezliklə o ərazilərə çatacağı günü gözləyirlər. Zarın yamaclarında gəzən atlar isə bu yerlərin kədərli taleyinin şahidləridir. Azərbaycan torpaqlarının suyunu içib otu ilə qidalanan bu heyvanlar əslində bura yaddılar. Onlar vaxtilə erməni işğalçıların özləri ilə gətirib qaçarkən tərk etdikləri nişanələrdir. Bir vaxt silah səsləri, 30 ildən sonra texnika uğultusu eşidən bu dağlarda çox yaxında uşaq səsləri əks-səda verəcək. Zarın üzərindən təbiətin dumanı çəkilməsə də taleyin dumanı çəkiləcək. Bura yağış da yağacaq, boran da olacaq. Ancaq doğmalarının gəlişi ilə 30 ildən artıq bir müddətdən sonra günəş həmişəlik doğacaq.